Birisi gedir xaricə gəzməyə. Gedir qalır hosteldə, ən ucuz yerlərdə, amma elə videolar çəkib paylaşır ki, güya ki, orada ən lüks istirahət edir. Göstərir. Və insanlar bunu həyat standartı kimi qəbul etməyə başlayır ki, mən də getməliyəm. Ailəlidirsə, ailə üzvünü kimdirsə, ondan eyni şeyi tələb edir. Biz də getməliyik, biz də buna sahib olmalıyıq. Olmayanda bu səfər götürür, nəyə düşür? Xülyaların, fantaziyaların dalınca getməyə başlayırlar. Ona bəlkə kənarda bir adam deyir ki, gəl səni arası aparım, gəzdirim. O da başlayır məsələ həyat yoldaşına xəyanət eləməyə. Belə şeylər də var. Başa düşürsünüzmü? Mən burada çarəni birisini də görürəm. Heç də modernizm, postmodernizm yaxşı şeylər həmişə deyil. Bunu cəmiyyət olaraq başa düşüb tətbiq etməliyik. Yəni biz güclü ailə istəyiriksə, müəyyən klassik dəyərləri qoruyub saxlamaqda fayda var. Məsələn, heç kim məndən inciməsin, moda. Modanı ortaya qoyanlar insanların məqsədi bir məhsulu satmaqdır nəticədə. Pul qazanmaqdır. Biznes. Biznesdir yəni. Bir görürsünüz şalvarın burası cırıldı, getdi moda. Sabah şalvarın arxası cırılacaq. Bilmirsiniz cırığın ölçüsü nə boyda olacaq. Bütün bunlar əxlaqi dəyərləri aşındıran hallardır. İnsanlar məntiqli qayda düşünürlər. Mən bunu etməyim lazımdır, yoxsa yox. Bütün bunlar mən sizə deyim ki, birbaşa həm də ailə dəyərlərinə mənfi zərər vururlar. Nə qədər ki, bax, biz bu aşındırıcı faktorlara göz yumacağıq, biz onların mənfi təsirlərini görməyəcəyik. Bizim isə deyim, ailə institutunun gücü saxlamağımızda biraz çətinlik var.